Bənövşə Uşaq Xorunun gözəl ifasını eşitdiniz və artıq mən deyərdim ki, Bənövşə Uşaq Xorunun ifalarını tez-tez eşidəcəksiniz və tez-tez konsertlərini görəcəksiniz. Uşaqlar, izləyicilərimizə nə deyək? Gəlin bir yerdə deyək ki, özəl mətbəxdən salamlar. 1, 2, 3. Özəl mətbəxdən salamlar. Beləcə mən uşaqları yola salıram, qaydıram öz mətbəximə. Buyurun uşaqlar, gedin. Bəli, Bənövşə Uşaq Xorunu yola saldıq, qayıtdıq o illərə, hə? Uşaqlığımıza qayıtdıq. Yəqin ki, sənin də o qədər nostalji hisslərin təkrarən oyandı. Siz uşaqlar oxuyanda elə mən də o çox səsli musiqini bölürdüm, orada dirijorluq eləyirdim, artıq mən də sizlə bərabər oxuyurdum. Zülfiyə xanım, orada dirijorluq eləyirdim, sən də arxada. Deməli, yeməyimiz yox, salatımız hazırdır. Ancaq musiqi sədaları altında Rauf usta artıq ikinci yeməyi atıb tavaya. Deyir ki, vaxt itirməyə, vaxt qızıldır. Doğrudan da vaxt qızıldır, vaxt itirmək olmaz. Salatımız, bəli, bizim dahi öndərimiz də Göyçə alçasını çox sevərmiş. Mənim bu yaxınlarda qardaşımın oğlu məktəbdə tədbir keçirilirdi. Orada Ulu Öndər rolunda oynayırdı. O uşaq simadan da biraz oxşuyur. Orada alça, dahi Ulu Öndərin necə alça sevgisini orada tamaşa qurmuşdular, orada göstərmişdilər. Və mən də bu veriliş hazırlananda bilirdim ki, bu günlərim efirə gedəcək. Onda dedim ki, Ulu Öndər Göyçə alçasını çox sevirmiş. Görün, nə gözəl. İnsanın həm ad günü ərəfəsidir, həm də alçanın yetişən mövsümüdür. Və Göyçə alçası, pomidor, çeri pomidoru, hər şey çox gözəl. Turşu, belə fərqli bir dadla. Bəli, bəli. Qəşəng bir qeyri-adilik hissənin üçün edirik. Tamaşaçılar əminəm ki, bu dəqiqə ağızları sulandı. Alça sizə gələndə istər-istəməz. İnşallah ki, göz haqlarını bizə halal etsinlər. Rauf usta, ikinci yeməyiniz nədir bizim? Çolpadı, vişnəli soslu. Ay, nə gözəl, nə daddır, nə daddır. Xahiş edirəm, dadına baxın və bizim Rauf ustanın bu gözəl əziyyətini, əməyini qiymətləndirin. Və yeməyimiz görək nə yerdədir? Yeməyimiz nə yerdədir, ay Rauf usta? Soğan doğramısan, toyuğu atmışsan içinə. Vişnə turşumuz bizi gözləyir. Burada da neysə, yenə Rauf usta
işlərin görür. Bəli. Hə. Ay Söylə xanım, bəyəndinizmi salatımızı? Ürəyim getdi. Əsl yay salatıdır. Bəli, bəli. Əsl kökəlməyənlər üçündür. Mətbəxlə aran necədir? Mətbəxlə aram çox yaxşıdır. Maraqlı Amma yeməklər. görsənmir. Yo, yeməklə aram ondan da yaxşıdır. Yeməklə aran yaxşıdır. Qoyacaqsınız nə bişirmişsiniz, Yaxşı da. hamısını yeyəcəm. Yaxşı da. Bəli. Maşallah elə yeyənsən. Hə. Amma kökəlmirsən. Çünki mən səhər bir işdəyəm, günorta bir işdəyəm. Maşallah. Ondan sonra başqa yerə qaçıram. Axşamda səhnəm varsa səhnəyə qaçıram. Yəni gün ərzində bir neçə yerə sən bölünəndə Çox zəhmət keçsən. hə, stres yaşayır bədən və enerji itirir. Maşallah. Yəni səhnədə olmaq həm savadlı, həm əxlaqlı. Ay Söylə xanım. Bu subaylıq, sultanlıqdır, kraliçalıqdır. Nə bilim, prinseslikdir. Nə vaxta qədər deyəcəksiniz? Keçən dəfə yeri gəlmişkən söhbət yerinə düşər. Keçən il elə may ayında bu verilişin qonağı idim. Bugün ikinci dəfədir və orada Əminə sual verdi. Məhəbbətim gələcək mahnısını oxudum Eldar Mansurovdan. Yeri gəlmişkən salamlayıram Eldar müəllimi. Məhəbbətim gələcək. İndi Əminə soruşur ki, ay Söylə, bu məhəbbətin haçan gələcək? Mən də ondan bir gün əvvəl tamaşaya baxmışdım Yox teatrında. 21:45, heç vaxt gəlməyən qatar. Deyirəm, nə bilim, 21:45 qatarıdır yəqin ki. Ay, olmaz. qismətə Niyə ki? bağlı Xeyirlisi olan bir Allahdan. şeydir. Xeyirlisi Allahdan. Təbii İnşallah ki. ki,